President of the Republic of Azerbaijan Ilham Aliyev and First Lady Mehriban Aliyeva reviewed the restoration of individual houses and infrastructure in Konoba village of the Kojevan district on March 18. Emin Husanov, special representative of the President in the Agdam, Fuzuli, and Kojevan districts, briefed the head of state and the First Lady on reconstruction progress and upcoming projects in the village. Konoba village is located in the administrative territorial district of the same name in Kojevan, 15 kilometers southwest of the district center. It was historically a residential area belonging to the Garaba Khans. Prior to the occupation, the village had a secondary school, a club, a library, a medical point, and a communications department. The village was liberated following the anti-terror operation carried out by the Armed Forces of Azerbaijan in 2023. The village has 153 individual houses, of which 21 are unfit for use and 132 are partially usable. Of the partially usable houses, 26 are already ready for occupancy, with an additional 106 expected to be completed by the end of the year. A few days ago, at the initial stage, 25 families comprising 114 people returned to the village. By October, the relocation of another 107 families is planned. In total, since October last year, 1,818 people, 441 families, have returned to 6 residential areas of the Kojevan district. A number of measures have been implemented in Konoba village to address social infrastructure needs. 2 existing transformer substations, as well as electricity and gas lines, have been restored. New electricity, gas, and fiber optic lines have been laid, and repair work has been carried out at the subartesian well and pumping station. The head of state and the First Lady also visited the home of Babala Gasimov, a resident who recently returned to the village. Later, President Ilham Aliyev and First Lady Mehriban Aliyeva met with the returning residents of Konoba village. The head of state lit the Navruz bonfire together with the village residents. Afterwards, President Ilham Aliyev and First Lady Mehriban Aliyeva spoke with the village residents. Oradan da böyük xoşbəxtlikdir. Artıq 2 ildir ki, bu diyar işğalçılardan azad edildi. Konoba kəndi 23-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir. Və bundan sonra da artıq bərpa işləri də başlanmışdır. Evlər yenidən tikildi, quruldu. Bütün şərait yaradıldı. Yəni bu şanlı zəfərimiz artıq bizim qürur mənbəyimizdir, neçə ildir. Mən 6-cı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. İkinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalında Qarabağda qalıyırıq birlikdə. Böyük xoşbəxtlikdir. Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərdik. Bunun nəticəsində bugün biz bu torpaqlardayıq. Və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdur. Yəni, bütün kənd, qəsəbə, şəhər hamısını dağıtmışdır. Burada bir neçə daxma tipli ev qalmışdır. Amma indi baxın, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, nə gündədir. Yerlə yeksan etmişdir. İndi bir balaca Laçında, Kəlbəcərdə qanunsuz o xaricdən gələn erməniləri məskunlaşdırmışdılar. Orada bərbad vəziyyətdir. Yəni, hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində indi Qarabağ Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır. Çalışır, təhsil alır. Və demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər
böyük qayıdış proqramı çərçivəsində öz doğma diyarına qayıdırlar. Siz də artıq 3-4 gündür ki buradasınız. Yəni yerləşmisiniz, hər şey yaxşıdır. Uşaqlar da getmişlər ki, 6 uşaqlı qəhrəman Neçə uşaqlı? 6 qəhrəman anadır, üzr istəyirəm Allah yoldaşımdır. saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərirsiniz. Gərək əhali artsın. Mütləq. Allah köməyiniz İndi olsun. bugün də artır, amma daha da sürətlə arta bilər. Biz sizinlə fəxr edirik. Evet. Dövlətimizlə fəxr edirik. Sağ olun. Sağ olun. Bir daha təbrik edirəm sizi. Çox sağ olun. Xoşbəxt yaşayın. Artıq sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində indi qrup yaratmaq dövrüdür. Ona görə kənddə də bütün şərait var. İndi məşğulluqla bağlı da imkanlar var. Həm dövlət, həm də ki özəl sahədə, özəl əkin sahələri var. Bəli, Örüş şərəf, sahələri, gözəl. su var. Yəni bütün işıq, Gözəl havası qaz, var. havası, kurortda yaşayırsınız. Layiqsiniz. İndi havanın fərqini görürsünüz. Çok güzel havası var. Hava tertemiz. Hava, su, yəni insanın sağlamlığı üçün əsas şərtlərdən biridirlər. Siz harada yaşamısınız işğal dövründə? Kocaeli rayonunun Qəsəbədə. İndi bu doğma Qarabağ torpağında biz əbədi Azərbaycan hər yaşayacağıq. tərəfi bizim torpağımızda, amma buralar bizim dədə-baba yurdumuzdur. Ona görə də buralara biz gəlməliydik. Düzdür, gəlməliydik, Mütləq gəldik və Allah sizdən qalib xalq kimi qayıtdıq. Sağ Bir daha təbrik edirəm. olun. Sağ olun. Var olun. Sağ olun.